Atamın bizim üçün qoyduğu qaydalar. Bu qardaşım üçündür. İlmin sonlu oldu evdən çıxmaq qadağandır. Bura ayaq yoludur. Burada hər kəsindir təmizə riayət etməsini yazılır. Bura isə paltar yuma günüdür. Bunu anam üçün yazıb. Hər gün paltar yuyur deyə. Bu da qardaşım üçündür. Hər gün hamama girir deyə. Bu otaqda 22:00-dan 07:00-ya giriş qadağandır. Bu atamın istirahət etməsi üçün yazıb. Bu da qardaşım üçündür. Otağa ayaqqabı ilə girməsindir. Ona görə yazıb bura qoyub. Bura isə mənim üçündür. Çox televizordan istifadə etməkcə televizor vaxtı səhər 15:00-dan 17:00-ya kimi, axşam isə 20:00-dan 20:00-ya kimi. Bura nənəmin otağıdır. Bu kənar şəxslərin girişi qadağandır. Ona görə yazıb qoyub bunu. Bura səhər yeməyidir. Anamın səhər yuxudan tez oyanması üçün yazıb qoyub. 07:30-dan 08:30-dək. Burada sakitliyə riayət etməsi üçün hər gün biz çox səs salırıq deyə, ona görə sakitliyə riayət etmək üçün atam bunu yazıb buraya yapışdırıb. Və bu da bizim atamızın bizə qoyduğu qayda qanunlar.